Azərbaycan türkçəsində feillər faillərinə görə 3 bölgüyə bölünür. Ancaq öncəliklə bunu öyrənməliyik. Feil nədir? Feil yerinə yetirilən hər hansı bir iş ya hərəkətə feil deyilir. Feilin türkçə qarşılığı eyləm, edimdir. Fail nədir? Fail o işi ya hərəkəti yerinə yetirən hər kimsə ya kimsələrə fail deyilir. Failin türkçə qarşılığı eyləmci, edimcidir. İndi isə taxta üzərinə keçib bu feilləri sərf edib bu dərsimizi daha yaxşı öyrənək. Bir eyləmci feillər. Bir eyləmci feillər o feillərdilər ki, o işin yerinə yetirilməyində sadəcə bir şəxs var və başqa kimsənin aracılığı yoxdur. İndi isə taxtaya keçib bu feili sərf edib daha yaxşı öyrənək. Bir eyləmci feillər. Mən yazdım, sən yazdın, o yazdı, biz yazdıq. Siz yazdınız, onlar yazdılar. Burada yazmaq feili yerinə yetiriləndə sadəcə bir şəxs tərəfindən yerinə yetirilir və başqa vasitə aracılığı ilə yazmaq feili yerinə yetirilmir. Ona görə də bu feillərə bir eyləmci feillər deyilir. İki eyləmci feillər. İki eyləmci feillər o feillərdilər ki, işin yerinə yetirilməyində iş birinci şəxsdən ikinci şəxsə keçərək yerinə yetirilir. Yəni işin görülməyində ikinci şəxsin aracılığı var. İndi isə feili sərf edib daha yaxşı öyrənək. İki eyləmci feillər. Mən yazdırdım, sən yazdırdın, o yazdırdı, biz yazdırdıq, siz yazdırdınız, onlar yazdırdılar. Burada yazmaq feili birinci şəxs tərəfindən ikinci şəxs aracılığı ilə yerinə yetirilmiş. Yəni, birinci şəxs burada təkinə bu işi görməmiş. Bəlkə ikinci şəxs də ona yardım etmiş. Bunlar iki eyləmci feillərdilər. Üç eyləmci feillər. Üç eyləmci feillər o feillərdilər ki, iş birinci şəxsdən ikinciyə keçərək, ikincidən də üçüncüyə keçərək yerinə yetirilir. Bunlara üç eyləmci feillər deyilir. Feili sərf edib daha yaxşı öyrənək. Üç eyləmci feillər. Mən yazdıtdırdım, sən yazdıtdırdın, o yazdıtdırdı, biz yazdıtdırdıq, siz yazdıtdırdınız, onlar yazdıtdırdılar. Burada yazmaq feili birinci şəxsdən ikinci şəxsə, ikincidən üçüncüyə keçərək yerinə yetirilmiş. Üç eyləmci feillər türkçə dilində taysız feillərdəndirlər. Umarım bu paylaşım sizin üçün yararlı və maraqlı olmuşdur. Dərslərin qalanını izləmək üçün bu paylaşımı bəyənib yoldaşınıza göndərin. Follow etməyi də unutmayın.